Hər vaxtınız xeyir olsun dəyərli izləyicilərim. Bu gün qatları vərəq-vərəq, həm də çox xırçıltılı qoğalın hazırlanma qaydasını sizlərə detalları ilə birgə göstərəcəm. Elə isə keçək hazırlanma qaydasına. Bunun üçün 1 kiloqram unun üzərinə 1 yemək qaşığı duz töküb qarışdırıram. Sonra maya əlavə edirəm və onun üzərinə də su töküb aktivləşməsi üçün gözləyirəm. 5 dəqiqə gözlədikdən sonra üzərinə 1 stəkan ilıq süd töküb çuxuru genişləndirirəm. Ardından üzərinə 3 yemək qaşığı qatıq, 2 yumurta, 150 qram otaq temperaturunda olan yumşalmış kərə yağı, 1 yemək qaşığı xamam və biraz sarı kök əlavə edib başlayıram xəmiri yoğurmağa. İstifadə etdiyim ərzaqların miqdarını videoda səsləndirsəm də, həmçinin videonun açıqlama hissəsində də qeyd etmiş olacağam. Oradan əldə edə bilərsiniz. Dəyərli izləyicilərim, mən xəmirə nə sirkə, nə də duru yağ əlavə etmədim və belə yumuşaq, ələ yapışmayan xəmir alındı. İndi isə onun üzərini örtüb mayalanması üçün gözləyirəm. Xəmir mayalanan vaxtı mən də içliyi hazırlayıram. Bunun üçün tavaya 1 stəkan yarım un, 1 yemək qaşığı raziana, 1 yemək qaşığı cirə, biraz sarı kök və 1 çay qaşığı duz töküb qarışdırıram. Beləcə içliyi vamxodda qovururam. Sonra isə üzərinə biraz kərə yağı əlavə edib qarışdırıram. Qeyd edim ki, videoda göstərməsəm də əlavə biraz daha kərə yağı istifadə etdim. Digər tərəfdə isə 250 qram yağı əridirəm. Xəmir isə artıq mayalanıb. Dəzgaha yerləşdirirəm və 9 bərabər hissəyə bölürəm. Sonra üzərini örtüb 10 dəqiqə gözlədirəm. On dəqiqədən sonra kündənin birini dəzgaha yerləşdirib unlayıb yayıram. Və yaydığım xəmirləri əlimlə dartıb biraz daha incəltməyə çalışıram. Ardından xəmirləri əritmiş olduğum yağla yağlayıram. Beləcə bütün xəmirləri üst-üstə yığıram. Bilmirəm siz necə edirsiniz, amma bəzi insanlar xəmirin qatlarına da ayrıca içlikdən sərpişdirir. Mən çalışıram ki, həm elə edim, həm ortasına da qoyum. Düşünürəm ki, elə daha dadlı olur. Və bu proses zamanı üdülmüş raziananı xəmirin üzərinə tökürəm. Və bunu mən yalnız 2 dəfə, 3-cü və 6-cı qatlarda etdim. İndi isə xəmiri hissələrə ayırmalıyam. Əvvəlcə kənarını kəsib düzəldirəm. Sonra isə 2 barmaq enində hissələrə ayırıram. Kəsilmiş hissələri də bükürəm və istədiyim ölçüyə çatanda bıçaqla yenidən kəsirəm. Kənarda qalan kiçik hissələri də birləşdirərək bükürəm.
Bükülən xəmirlərin üzərini örtüb 10 dəqiqə gözləyirəm. Qoğalın içliyini doldurmaq üçün xəmirin kənarında qalan hissəni dartıb ortasında bərk birləşdirirəm. Sonra isə belə çəkərək çuxuru böyütməyə çalışıram. Yaratmış olduğum çuxura 1 çay qaşığı yarım içlikdən yerləşdirirəm. Diqqət edin ki, çay qaşığı tam dolu halda olsun. Sizinlə bir sirri də paylaşım. Qoğalın gözəl olmasını istəyirsinizsə, xəmiri çox yumşaq etməyin. Və bir də qoğalın yağını yaxşıca dağ etmək lazımdır. Çünki əksi olduqda mədədə ağrılar, qaynama olur. Beləcə hazır olan kündələri soba sinisinə yerləşdirib üzərini örtürəm və biraz gözlədirəm. Təxminən yarım saat gözlətdikdən sonra qoğalların üzərinə yumurta və süd qarışığı çəkirəm. Ardından isə qara çörək otu səpirəm. Dəyərli izləyicilərim, əgər reseptimi bəyəndinizsə, faydalı hesab etdinizsə, həm videomu bəyənməyi, həm də fikirlərinizi şərhlərdə mənimlə bölüşməyi unutmayın. İlk sobaya yerləşdirəndə 170 dərəcədə, 10 dəqiqədən sonra isə 150 dərəcədə üzəri qızarınadək bişirdim. Və beləliklə xırçıltılı qoğallar tam hazırdır. Videonun sonuna gəldik. Fürsətdən istifadə edib hamınızı Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm. Evinizə sevinc, süfrənizə bərəkət, həyatınıza xoş günlər gəlməsini arzulayıram. Novruz bayramınız mübarək olsun, dəyərli izləyicilərim. Və bu dəfəlik bu qədər. Növbəti videoda isə mütləq görüşəcəyik. Hələlik.